Hamiləliyin 19-cu həftəsi. 5 ayın içindəyik, dölümüz böyüyür, ananın bədənində dəyişikliklər baş verir. Bu haqda danışacağım və videonun sonunda hamiləlikdə süd məhsullarını necə istifadə etməliyik, hansı miqdarda və hansı faydaları var bizim üçün, özəlliklə bu həftələrdə. Hamiləliyin 19-cu həftəsində dölün uzunluğu 15-16 santimdir, çəkisi 250 qramdır və bir mango boydadır. Dölümüzün dəri altı yağ toxuması artır. Dərinin üzərində vernix adlanılan kəsmiksi bir maddə əmələ gəlir. Bu maddə onu amniotik mayedən qoruyur və eyni zamanda da immun sisteminin bir parçasıdır. 40 həftəyə qədər bu maddə dölün dərisinin üzərində olur. Amma hamiləlik həftəsi ötən doğuşlarda diqqət edirik ki, dəri daha büzüşmüş olur və vernix artıq yoxa çıxır. Dölün orqanları formalaşıb və bizim detallı ultrasəs müayinəsinin vaxtı davam edir. 18 ilə 22 həftə arası mütləq bu müayinə olunmalıdır döl qüsurlarını inkar etmək üçün. Əgər genetik test olunmayıb, pasiyent gec müraciət edib həkimə, hələ də dördlü tarama və yaxud da NIP testi oluna bilər və ciddi bir şübhəli bir durum varsa detallı ultrasözdə, hətta amniosentez oluna bilər. Anada hansı dəyişikliklər baş verir? Burun tutqunluğu davam edə bilər. Burun tutqunluğu nəfəsi zorlaşdırır. Özəlliklə gecə vaxtı hamilə ağzını açıb yataraq ağız boşluğun selikli qişası quruyur. Yəni hamiləyə narahatçılıq verir. Bu əslində selikli qişaların şişməsi ilə əlaqəlidir. Və bu şişkinliyi götürmək üçün duzlu məhlulla burunun içini, selikli qişanı yumaq məsləhət görülür. Bu hazır duzlu məhlullar ola bilər, dəniz suyu kimi apteklərdə satılan və yaxud da evdə hazırlanan təmiz qaynadılmış sudan, su ilə bir çay qaşığının yarısı qədər duz bir stəkan suya əlavə edərək həfif duzlu məhlul hazırlaya bilərsiniz və o məhlulla burnunuzu yıkaya bilərsiniz. O mayeni burnunuzun içinə çəkərək. Bu ödəmi azaldır. Damar yığıcı spreylar, Snoop kimi, Ximilin kimi, Naftizin kimi hamiləlikdə məsləhət deyil. Ancaq qısa müddətli, çox şiddətli bir ödəm varsa böyük həftələrdə biz buna icazə veririk. Amma normalda qadağandır. Çünki necə ki burnun damarlarını yığır, eyni şəkildə də dölə gedən damarları da sıxılmasına səbəb ola bilər. Bu həftələrdə yenə də dölün sümükləri kalsi yığmağa davam edir. Ona görə biz aktiv şəkildə elə başdan elədiyimiz kimi də indi də bu həftələrdə də daha da önəmli olaraq süd məhsullarını istifadə etməliyik. Bizim gündəlik kalsi ehtiyacımız 1 qramdır, yəni 1000 milliqram. 1000 milliqram kalsini biz hansı şəkildə, hansı miqdarda süd məhsullarını istifadə edərək ala bilərik? Bilməliyik ki, 1 stəkan süddə 300 qram kalsi var. 1 stəkan qatıqda da təxmini 300 qram kalsi var. 100 qram kəsmikdə də yenə təxmini 300 qram kalsi var. Beləliklə, gündə 1 stəkan süd, 1 stəkan qatıq və 100 qram kəsmik istifadə etsək, gündəlik kalsi ehtiyacımızı qarşılamış oluruq. Burada nəyə diqqət etmək lazımdır? Süd və süd məhsulları mütləq pastörizə süddən hazırlanmış olmalıdır. Yəni, kənddən gələn süd məhsulları istifadə olunmamalıdır. Çünki o heyvanın salmonelloz, bruselloz kimi bir xəstəliyi varmı, yoxmu biz onu bilmirik və qaynatmaqla o bakteriyalar ölmədiyi üçün sırf qaynadılmış süddən hazırlanmış süd məhsulları bu bakteriyaları yenə də içərə bilər. Bunlar da hamilə üçün təhlükəlidir. Ona görə ancaq pastörizə süddən istifadə etməliyik. Əgər artıq çəkimiz yoxdursa, belə bir dietamız, şəkərimiz yoxdursa, çalışmalıyıq ki, yağlı süd məhsullarından istifadə edək. Çünki yağ kalsinin əmiliminə yardım edir. Əgər biz yağsız kəsmik istifadə ediriksə, məsələn, o zaman o kalsini tam olaraq vücudumuza əmə bilmirik, ala bilmirik. Bir də əgər bizim laktoz intoleransımız varsa, yəni laktazanın əksikliyi varsa bədənimizdə, laktozsuz süd
istifadə edib qatıq və sərt pendir növlərindən istifadə etsək, bu laktoz intoleransımızı rahatsız etməyəcək və ishal, köp verməyəcək bu məhsullar. Sağlıqlı qidalanın, sağlam qalın.